birincisi, botanika bağı haqqında fikrimi bildirmək istəyirəm. Çox qəşəng olub. Dövlətimiz, ümumən deyə bilərəm, buranı belə qəşəng formaya salmaqda çox gözəl bir iş görüb və siz də gəlib burada dincələ bilərsiniz, təmiz hava bilərsiniz və bir məqama da toxunmaq istəyirəm dostlar. Deməli, bax, gördüyünüz kimi yazdır da, yəni burada ağaclar indi hiss olunur ki, necə belə təravətlə yenidən yaşıllanıblar, yenidən belə qəşəng hallara düşüblər, bahar halına düşüblər. Siz bundan fəlsəfi düşüncələr çıxıra bilərsiniz. Necə fəlsəfi düşüncələr? Bax, məsələn üçün, siz görürsünüz ki, yazda yenidən və yenidən ağaclar yaşıllanırlar. Bu deməkdir ki, təbiət heç vaxt yorulmur. Və biz dünyada olmayanda da, bu halımızda olmayanda da təbiət yenə də belə yaşıllanmağa davam edəcək. Bu həm də o deməkdir ki, gerçək insani yaradıcılıq da heç vaxt yorulmur, həmişə davam eləyir, təbiət kimidir və əslində gerçək eşq də heç vaxt yorulmuş təbiət kimidir. O da həmişə öz varlığını davam edir. Öyle dostlar.